Yenidən hər kəsə uğurlar diləyirik. Gəlin, Növbəti iştirakçımız. Xədicə, növbəti iştirakçıya keçməzdən əvvəl Vamiq müəllim Təbrizə, oradakı soydaşlarımıza salam göndərdi. Biz dünyanın dörd bir tərəfindən bizi izləyən bütün Azərbaycanlılara, bütün soydaşlarımıza, həmvətənlərimizə buradan, Azərbaycan televiziyasının efirindən və Mərdəkandan salamlarımızı yetiririk. Bütün dünyada sülh olsun, əmin-amanlıq olsun və Bəli, bu alqışların sədaları altında da Yusif Cəfərbəylini səhnəyə çağırırıq. Segah təsnifi, Nazlı yarım, qara gözün deyəcək. Daş ürəklərdə yanır, daşları sındırdım Haqqa düşmən olanı Haqqa tapındırdım Nə güman eyləmisən Nə güman eyləmisən ondakı tilsimlər sən Kür ahıyla qurutdun sal yandırdım aman 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 Vedad aman aman ay da day da day da aman tilsimlər sən Nə güman eyləmisən ondakı tilsimlər sən Kür ahıyla qurutdun sal yandırdım Onun hər güşəsi bir xatirə, bir canlı kitab Keçilən yolları hərdən bizə andırdım Su çilən Su çilər külli ürəklərdə qəzəb tonqalına Neçə qəsdin önünü kəsdi dayandırdım
o ürək yansın ayam 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 o ürək yansın göz yaşları bir çəngə buluyum oyadıb yaddaşı vicdan utandırdım ayaman ey ayaman ey ayaman Ürək yansın, göz yaşları bir çəngə buluyum oyadıb yaddaşı vicdanı utandırdım deyirəm bəlkə məni bir gün oyandırdım çok kitablar okudum çok kitablar okudum zənn elədim bəxtiyarayam mənə çox mətləbi mənə çox mətləbi ahəstəcə qandırdım ah ayaman nazlı yarın qara gözüyüm nazlı yarın qara gözü heyran heyran baxar özü heyran heyran baxar özü şəfəq saçan yanaqların yandırar bayrı düzü şəfəq saçan yanaqların yandırar bayrı düzü yaz olanda bağlarda gəzər yaz olanda bağlarda gəzər qızıl güldən görünələr bəzər qızıl güldən görünələr bəzər çiçəklər bəzəmiş dəlində ah nə incəli var belində çiçəklər bəzəmiş dəlində ah nə incəli var belində Otlar üstünde yatar, kara teli güle batar, kara teli güle batar. Külah vurar ağır peyim, o yana bu yana atar. Külək vurar ağır peyim, o yana bu yana atar. Yaz olanda bağlarda gezer, yaz olanda bağlarda gezer. Kızıl gülden görüneler bezer. Çiçekler bezlemiş delinde ah ne inceli var belinde çiçekler bezlemiş delinde ah ne inceli var belinde çiçekler bezlemiş delinde ah ne inceli var belinde çiçekler bezlemiş delinde ah ne inceli var belinde
ifasını təqdim etdi və tamaşaçılar da gürültülü alqışlarla onun ifasını dəyərləndirdi. Görək Mümtaz. Bəli, bizim də tamaşaçılardan Nəslihan alqışları aldısa adətən belə olur. Deməli, münsiflərimizdən də yüksək balları alacaq. Odur ki, İlqar müəllim, buyurun sizdən başlayaq. O qəzəlin içində bir beyt var, deyir, su səpib kinli ürəklərdə qəzəb tonqalına neçə qəsdin önünü kəsdi, dayandırdı muğam. Yəni, bütün ifalar o cür olur. Yox, təbii ki, elə ifa var ki, ona qulaq asarsan, elə pis oxunar ki, sakitləşmək yerinə əksinə əsəbləşərsən, biraz da qızışarsan, kimisə vurub öldürərsən, neyniyərsən. Yox, o kinli ürəklərdə qəzəb tonqalına, Bəxtiyar müəllimin dediyi kimi, su səpmək üçün, qəsdlərin, qəzəbin qarşısını almaq üçün məhz bu cür ifa lazımdır. Çox sağ ol, Sənə qrup. Təşəkkür edirik. Səkinə xanım, buyurun. Yusif bugün də doğrudan da çox gözəl çıxış elədi. Ümumiyyətlə, mən hər zaman deyirəm, xanəndənin birinci sözdür, səsdir. Təbii ki, muğamdır, oxuduğu muğamdır və onun təqdimatıdır. Əgər oxuyursa gözəl, o sözləri tamaşaçıya çatdıra bilmirsə, o mən deyərəm ki, oxumaq deyir. Çünki oxumağın birinci işi odur ki, sən o sözü, o belə deyir, kəlmə-kəlmə çatdırasan və dinləyici, tamaşaçı bilsin ki, sən nə deyirsən. Və bir neçə uşaqların ifasında mən deyərdim ki, mən başa düşdüm ki, məsələn, Bəxtiyar Vahabzadə yaradıcılığından söhbət gedir. Çünki əksəriyyətinin ifalarında sözlər başa düşülmür. Və buna fikir vermək lazımdır. Bugün də biz əlbəttə o gözəl ifa ilə bərabər Yusif, həm də sən o gözəl diksiyan, o sözləri çatdırılma, vurğuların düzgün vurulması. Bilirsən, o vaxt söz əzəmətli olur ki, sən o vurğunu düzgün vurursan və o doğrudan da sınmır. O necə deyərlər də, qulağa da gözəl gəlir və dinləyiciyə də xoş gəlir. Təbii ki, sənin bugünkü qiymətin 9 baldır. Təşəkkür edirik. Mənsum müəllim, buyurun sizi də eşidək. Səkinə xanım çox ətraflı qeyd elədi. Yusif səhnədə çox rahatdır. Bax, onun ən elə üstüncə həyatı odur ki, ifası nə qədər rahat olursa, o qədər yaxşı oxuyur. Çox rahatdır, çox belə emosiyası yerindədir. Və birinci həftədən bu günə qədər Yusif həmişə yaxşı oxuyur. Mən Yusuf'da zəif ifa görməmişəm. Və hər zaman özlərində çalışan, hər zaman yeni-yeni nəfəsləri eləməyə çalışan, yeni-yeni deməli, təsniflər oxumağa çalışır. Və hər dəfə də yaxşı oxuyur. Yəni, mən şəxsən səndən çox razıyam. 9 bala dəyərləndirdi. Təşəkkür edirik. Buyurun, Nəzakət xanım. Ətraflı surətdə sənətkarlarımız dedi, həqiqətən də Yusuf stabil oxuyan ifaçılarımızdandır və hamısını danışdınız, mənə nə qaldı ki, ona görə uğurlar arzulayıram. Təbii ki, əziyyət çəkirsən, bunun da bəhrəsini yəqin ki, görürsən. Allah əziyyətinizi əlinizdə qoymasın və 9 Və əziyyətin bəhrəsi də 9 oldu. Bəli. Təşəkkür edirik. Vamid müəllim. Ümumiyyətlə, seyyah oxuyan xanəndə, seyyahı yaxşı oxuyan, bütün muğamları yaxşı oxuyar. Çünki seyyahı ürək lazımdır. Ürəyin olsun ki, seyyah. Ona görə səndən biz gələn çıxışlarda başqa muğamlar gözləyirik. Çünki bir 3 yerdə seyyah var, düzdür, bir 4 yerdə seyyah var. Düz hər ağızda bir, hər kəsənin nəfəsində bir cür çıxır. Amma məsələn, bir qatar olub, bayat Kürd olub, sonra Keycir, bəzi Mahur olub, Uşaq, Şeste, Fars olub. Seyyah ana muğamdır, ana laydasıdır. Ona görə seyyah istər-istəməz adama deyir də. Sənin oxumağın, o köhnə oxumaqlar, orada bir neçə yağbın nəfəsindən istifadə edir, mütəllimin nəfəsindən. O təsrifi də mütəllim oxuyur, çox gözəl oxuyur. Hələ də bu dəbdədir. Görürsünüz, bax, muğamın, siz fikir verirsiniz bizim təsniflərimizə, dəbdən düşmür. Nə vaxt oxunsa adama ləzzət eləyir. Yaxşı oxunmaq lazımdır. Sən birinci çıxışın çox gözəldir. Mən də sənə bugünkü qiymətin
Təşəkkür edirik. 9 balla qiymətləndirdi Vamiq müəllim. Sərdar müəllim, buyurun. Sevindiricidir ki, her çıkışında Yusif maraqlı ifalar gösterir ve hiss olunur ki artık muğam onun hayatı olacak. Ve bu muğama elə belə ötəri həvəslə gəlməyib. Çünkü muğam aleminde onun da öz sözü olacak, öz sesi olacak inşallah. Ve bu ses de halkımızın yüreğinde yaşayacak. Münasibətin düzdür. Ciddi yanaşırsan, yaradıcılıqla yanaşırsan. Bayaq mən etiraz eləyəndə ki, çok kısa oxuyurlar. Dediler ki artık yani 5 beytdən artıq olmadığı için ona göre kısa çıxır. Ancaq sən həmin o beytləri, variantları göstərdin. Başka boğazlar eləyə. Yani yaradıcılıq baş verdi. Yani eğer bize məhdudiyyət qoyurlarsa o deməkdir ki biz başımızı girrəməliyik. Yox, sən işin asan tərəfinə getmədin. Çətin tərəfinə getdin və bu çətini şərəflə uca tutdun. Mən də sənə 9 göstərdim. Təşəkkür edirik və indi ballar hesablanacaq. 54 balla dəyərləndirdilər. Təşəkkür edirik və iştirakçımızı yola salırıq. Dəyərli dostlar, hörmətli tamaşaçılarımız, beləliklə gəlib çatdıq sonuncu iştirakçımız.